Sizcə hal-hazırda xəstələrin sayının artması tibbi faktorlarla bağlıdır, yoxsa cəmiyyətin özünün psixososial vəziyyəti xəstəlikləri artırır? Baxın, xəstəliklərin sayının artması əsasında bir neçə faktor durur. Əlbəttə ki, bugünkü insan yeni bir həyat yaşayır. Məsələn, bugünkü insanın fəaliyyəti ilə 500 il bundan qabaqki insanın fəaliyyəti, həyatı arasında çox böyük fərqlər var. Yeni texnoloji imkanlar yeni həyatı diktə eləyir və hər dövrün öz xəstəlikləri ola bilir. Bəli, xəstəliklərin sayı artır. Burada ekoloji problemlər var, burada az hərəkətlilik var, burada qidalanma faktoru var. Burada infeksiyaların yayılma riski var. Ona ki, insanların miqrasiyası çoxdur, get-gəlləri çoxdur. Belə deyək, xəstəlikləri törədən, belə deyək, pis vərdişlər artır. Hava çirklənməsidir, dediyimiz kimi ekoloji faktorlar. Digər bir tərəfdən niyə xəstəliklər artır? Bunların bir subyektiv səbəbləri. Ona ki, bugünkü təbabət inkişaf elədikcə, təbabətin imkanları artdıqca xəstəliklərin erkən vaxtlarda aşkarlanması imkanı var. Zaman olub insanlar xəstəliklərlə yaşayıblar, heç bilmirlər ki, xəstədir. İndi həkimlər çoxdur. Hər bir insanın da həkimə müraciət imkanı var və bu əlçatandır. Və bu mənadan həkimlərin də diaqnostikasında və xəstəliklərin diaqnostikasında imkanları çoxdur. Praktik sağlam adam az daxil. Bütün insanlar bu və ya digər dərəcədə xəstədirlər. Hər bir insan, məsələn, bir insan mənə yaxınlaşsa, mən həkim kimi onu dinləyib bir 3-4 xəstəlik diaqnozu qoya bilərik. İstər fiziki sağlamlığında, istərsə də psixi sağlamlığında. Praktik sağlam insan odur ki, gündəlik həyat fəaliyyətini yürüdə bilən insandır. Fiziki və psixi fəaliyyətini yürüdə bilən. İdeal sağlam insan yoxdur. İdeal sağlamlıq da yoxdur. Normativlər hətta bir müəyyən aralıqda göstərilir. Bax, ona görə də xəstəliklərin sayı artır, biraz subyektiv fikirdir.